Deməli, Mirzə İbrahimovun Azad hekayəsinin həm oxusuna, həm də təhlilinə baxacağıq. Başlayaq oxusundan. Azad mənim uşaqlıq və gənclik yoldaşım idi. Deməli, kim? Azadın adı çəkilir. Azad mənim deyir, uşaqlıq və gənclik yoldaşım idi. Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik. Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq. İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal dinməzliyi mənim nəzərimdə təbii bir şey idi. Yoldaşlar arasında çox vaxt onu adı ilə çağırmazdılar. Sükutu deyib durardılar. Deməli, Azadın da digər bir adı, yəni bir növ ona ləqəb qoşmuşlar deyək. Nə idi? Sükutu idi. Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Sükutu gəldi, sükutu getdi deyərdilər. Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Axı o dünyaya gəldiyi gündə xoş bir gün görməmişdi. Aclıq, ehtiyac, soyuq, otaq, torpaq döşəməyə salınmış yırtıq həsir, gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan 2 ay əvvəl atası ölmüşdü. Deməli, doğulmamışdan 2 ay əvvəl. Yəni, hələ atasının üzünü görməmişdi də, belə deyək, anası Azada hamiləykən 2 ay əvvəl, deməli, doğulmamışdan 2 ay əvvəl atası ölmüşdü. Azad doğulmamışdan 2 ay əvvəl. Anası Səlimə xanım evdə tək qalmışdı. Deməli, anası Səlimə xanım evdə tək qalmışdı. Anasının adı da Səlimə idi. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o Azadı böyütmüşdü. Dünyada yeganə ümidi və həyatının məqsədi o idi. Ondan əziz, ondan mehriban bir şey yox idi. Səlimə xanım daha doğrusu Azadı yalnız bir oğul kimi yox, həm də dünyada bir pənah, bir qohum, bir ata, bir qardaş kimi istəyirdi. Yaxşıca yadımdadır. Bizim 5-6 yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı. Onun nağıllarına qulaq asarsa bizi yuxu aparardı. 2 il o mənimlə bir məktəbə getdi. Orada da o heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynaşdığı halda o bir küncdə durub baxardı. Deməli, 2 il onunla eyni məktəbə gedib. Müəllim ona bir sual verərsə qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. 9 yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Deməli, 9 yaşında məktəbdən çıxardır anası. Çünki oxuda bilmir. Qonşuların köməyi ilə yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdliyinə düzəltdi. Deməli, harda? Təbrizin Liləvan məhəlləsində. Təbrizin Liləvan məhəlləsində onu dərzi şagirdliyinə düzəltdi. İllər gəlib keçdi. Mən orta məktəbi qurtardım. O dərzi dükanında qaldı. O dərzi şagirdi olması təbiidir. Onun dərzi şagirdi olması təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim ünsiyyətimiz daha da artdı. Həyat bizi daha yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı. Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Deməli, kirayə pulunu gecikdirdikləri üçün ərbab onları evdən qovmaqla təhdid edib. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim. Azad, dedim, dərd ürəyimi dağıdır, ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzaran, bu nə dirilikdir. Azad, işləməyə yer yox. Danışgaha oxumağa imkan yox. Oğurluğumu edim, qardaş. Əlim sağ, qolum sağ. Özümdə dağ gücü hiss edirəm. Mən nələri də bilmərəm. Əlimdən nə gəlməz, nəyə gücüm çatmaz. Vallah, ot dəryasını yar keç desələr keçərəm. Bəs indi də işləməyəndə mən nə zaman işləyəcəyəm? Deməli, gücü var, qüvvəti var, amma iş tapmır ki, işləsin.
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı. Yenə iynəsini götürərək öz işi ilə məşğul oldu. Söz buna çatan kimi o iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi. Mən xeyli danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu. Mən onun heç bir zaman heç bir şey başa düşməyəcəyi bir aləmdən danışdığımı güman etdim. Mənə elə gəldi ki, o ömründə bir dəfə belə məsələlər haqqında düşünməmişdi. Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə məndən acığı gəlir. Məni naxoş və yaxud xudbin hesab edir. Papağımı götürüb dükandan çıxmaq istədim. O yerindən tərpənmədi. Mən onun üzünə baxıb acıqlı-acıqlı dedim. Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə. Deməli, bunu deyən kimdir? Bunu deyən danışan şəxsdir. Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Yəni bunu deyən Fərdadır. İndi əsərin sonunda biləcəyik ki, adı Fərdadır. Bizim həyatımız bir qara quruşa dəyməz. Çünki bizcə həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq. Yaşamaq üçün ölən insanlardan xəbərsizik. Deməli, biz ölmək üçün yaşayırıq. Yaşamaq üçün ölən insanlardan xəbərsizik deyir. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar. Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə səni biraz yad edən tapıldı. Deyəcəklər ki, Dərzi Azad yaxşı yamaq salardı. Allah rəhmət eləsin. Özümü dükandan küçəyə atarkən onun səsini eşitdim. Fərda, deməli burada danışan şəxsin adını eşidirik. Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim? Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan deyə düşündüm. Gün batıb, qaşqaralana qədər küçələri dolandım. Şeylərimizi həyata atılmış görəcəyim fikri ilə evə qayıtdım. Anam astanada oturub məni gözləyirdi. Nə var? Hələ ərbabın adamı gəlməyib ki? Gəlmişdi oğul, nə dedi? Nə deyəcək? Pulunu alıb getdi. Pulu hardan tapdın ana? Necə hardan tapdım oğul? Azad gətirdi. Dedi ki, sən vermisən. Anamın qolundan tutub içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən görüşdəki kobud rəftarım üçün üzr istədim. O heç bir söz demədi. Gözlərini bir nöqtəyə dikib durdu. Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xanım və Azadla halallaşıb Təbrizdən ayrıldıq. Deməli, Təbrizdən ayrılırlar. Tam 5 il mən Azadla görüşmədim. Azadı görmədim. 5 il. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum. Özümdən də ona xəbər çatdırırdım. Bu 5 ildən çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci Dünya müharibəsi başlamış, deməli 2-ci Dünya müharibəsi başlayır. Azərbaycanın istər şəhər, istərsə də kəndlərində cəmaət hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən, başqa evlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Hadisələr çox şiddətlə inkişaf edirdi. Bir neçə ay sonra biz kənddə mitinq keçirdib Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Deməli, nə keçirdilər? Bir neçə ay sonra biz də kənddə mitinq keçirdib Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Nümayəndələrin içində mən də var idim. Biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət var idi. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xanımı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum. Deməli, Səlimə xanımı görür, onun yanına gedir və Azadı soruşdum. Təbrizdə yoxdur dedi. Zəncana gedib. Hara getmişdi? Zəncana. Demokrat düzəltməyə göndəriblər. Nə məqsədlə gedibdi? Daha doğrusu, nə üçün gedib? Demokrat düzəltməyə göndəriblər. Axı, indi o da demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xalq Konqresi qurtaran kimi mən kəndə qayıtdım. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Deməli, anasını götürür, hara köçür? Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik. Anam başqa yerə getmək istəmədi. Əvvəldən öyrəşmişəm. Səlimə xanım da oradadır dedi.
Deməli, burada Fərdanın anasının da nitqinə yer verilibdir. Deyir ki, Səlimə xanım da oradadır. Əvvəldən də ora öyrəşmişəm, deyir. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini sizdən alıram deyib ağladı. Deməli, burada həm Azadın anasının nitqinə yer verilibdir, həm də Fərdanın anasının nitqinə yer verilibdir. Anam ona təskinlik verdi. Nə olacaq dedi. İnşallah tezliklə Azad da qayıdar. Baxın, burada da Azadın, daha doğrusu Fərdanın anasının nitqinə yer verilibdir. Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də mərkəzi komitədə işləyirdik. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatını möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvirə gəlməz ruh yüksəkliyi var idi. Elə bil ki, qüvvəmiz birəmin artmışdı. Yorulmaq bilmirdik. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi, yəni Azadın olduğu yerdən. Tehran mürtəcələri və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda mərkəzi komitə bir neçə yoldaşımızı Zəncana göndərməyə qərarı aldı. Göndərilənlərin içində mən də var idim. Deməli, könüllü getmir. Baxın, bu nüansa diqqət yetirin. Deyir, komitə bir neçə yoldaşımızı Zəncana göndərməyə qərarı aldı. Göndərilənlərin içində deyir, mən də var idim. Yəni, özü könüllü durub getsin, belə bir şey yoxdur. Biz Zəncana çatanda şəhər demokratların əlində idi. Mürtəcələr cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi. Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim. Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq. Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk atışma gedirdi. Fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq. Mən tez özümü ona çatdırmağa çalışdım. Bu mənim 5 illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin üstündə uzatmışdılar. Çuxasını üstünə salmış, tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə müntəzir durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım. Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı. Mən yavaş addımlarla onun başı üstünə gəldim. Diz çöküb əlini əlimə aldım. Alnından öpdüm. Azad, sənə nə olub? O heyrət və təlaşla gözlərini açdı, üzümə baxdı. Bütün siması qəribə bir təlaşla işıqlandı. Mehribanlıqla başını dizimin üstünə qoyub, bu saat səni düşünürdüm, dedi. Nə yaxşı gəldin, yoxsa bu dünyadan ürəyin iskilli gedəcəkdim. Nə danışırsan Azad, qardaşım, dedim. Biz hələ təzəcə yaşamağa başlayırıq. Dünyadan getmək nədir? Bu nə sözdür sən ağlına gətirirsən? Sənə nə olub, hardan yaralanmısan? O əli ilə sağ çiyninin altını göstərdi. Deməli, sağ çiyninin altından yaralanmışdı. Güllə qabaqdan deyib daldan çıxmışdı. Ciyərlərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o sözümü kəsdi. Bunlara ehtiyac yoxdur, dedi. Mən ölürəm. Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə. Mənə yaxşı qulaq as. Mən danışmaq istəyirəm. Yadındadırmı Fərda, 5 il əvvəl Təbrizdə dərzi dükanında sən məndən nə üçün yaşayırıq? Həyatın mənası nədir deyə soruşdun. Onda mən sənə cavab verməmiş susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin. Yadındadırmı? Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Amma o zaman mən danışa bilməmişdim. Deyir ki, mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır. Çünki danışmaqda da bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım, o ağaca boylanıb fədailəri gözdən keçirtdi. Bəli, sizə deyirəm, bizim hamımızın səadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana torpağın azadlığındadır. Deməli, səadəti nədə görürdü? Azadlıqda görürdü. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdı.
O azca dayanıb udqundu. Yenidən ahəstə-ahəstə davam etdi. Anam yurdum, doğma Azərbaycan məni bağışla. Sənə az fayda verdim, az yaşadım, tez öldüm deyib qalxdı. Fərşin ucunu qaldıraraq torpağı öpdü. Öpünüz, səcdəyə qapılıb, hamınız bu torpağı öpünüz. Bizim əzəli və əbədi beşiyimiz budur. Sakit ol, Azad, özünü üzmə, qardaşım, dedim. Özüm də bilmədən gözümdən süzülən yaş dənələri onun alnına düşdü. O kirpiklərini qaldırıb gözümə baxdı və ahəstə səslə dedi. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Baxın, burada vəsiyyət eləyir. Nə deyir? Deyir ki, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görülsün. Deməli, onun vəsiyyəti bax budur. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz. Harda seçərsiniz? Yol kənarında. Qoy gələcəyin azad nəsillərin ayaq səsi qəbirdə də olsa qulaqlarıma çatsın. Bu onun vəsiyyətidir. Mütləq bunu diqqətlə qulaq asın, diqqətlə qeydə alın, çünki testlərdə çox düşür. Bəlkə onlar da bizi rəhmətlə yad edərlər. Elədirmi Fərda? Mən artıq göz yaşımı saxlaya bilməyərək ağlaya-ağlaya. Yox, Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar, dedim. Deməli, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanır. Bunu kim deyir? Bunu Fərda deyir. Alnına xəfif bir tər gələndə o gözlərini bir daha mənə tərəf çevirdi. Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır, dedi. Deməli, öldüyünü anasına xəbər verməməyi tapşırır ki, öldüyümü deyir, anama söyləmə. Və əbədi olaraq gözlərini yumdu. Mən qeyri-ixtiyari ayağa durdum. Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım. Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb, onun pak ruhu qarşısında and içək. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz. Eşq olsun qəhrəmanlara, xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər. Ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilər. Yaşasın azadlıq. Fədailər bir səslə yaşasın azadlıq deyə qışqırdılar və tüfənglərini havaya qaldırdılar. Biz onu öz vəsiyyətinə görə uca bir yerdə bastırdıq. Deməli, vəsiyyətini həyata keçirdirlər. Onlardan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünürdü. Deməli, indi isə gəlirik təhlilinə. Həyata əks etdirmə növü epik növdədir. Janrı hekayədir. Mövzusu Cənubi Azərbaycana gedən milli azadlıq hərəkatı. Deməli, Mirzə İbrahimovun 2 əsəri var. Biri Azad, biri isə Gələcək gün romanı və hər ikisinin mövzusu Cənubi Azərbaycanda, Azərbaycan haqqındadır. Birində Cənubi Azərbaycanın həyatı, yəni Təbriz həyatı, birində isə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatı. İdeyası vətənin birliyi naminə mübarizədir. Vətənin birliyi naminə mübarizə. İdeyası ilə səsləşən fikirlər. Qoy birləşsin, bir can olsun, o sahil də, bu sahil də. Baxın, bu ideya ilə səsləşən fikirlərdir. Müstəmləkə şəraitində yaşayan soydaşlarımız dəfələrlə milli azadlıq mübarizəsinə qalxmış, ölüm-dirim savaşına girmişdi. Ana dilində oxuyub yazmağın, bəzən danışmağın da qadağan olunduğu bu bir ölkədə yaşamağın mümkünsüzlüyü bu gün də tez-tez etirazlara, kütləvi çıxışlara səbəb olur. Bu hekayədə məhz ikiyə bölünmüş vətənimizin cənubda, Cənubi Azərbaycanda bir müddət əvvəl baş vermiş hadisələr əsasında yazılmışdı. Azad Fərda kimi minlərlə gənc azadlıq uğrunda canlarından belə keçməyə hazır olduqlarını sübut etmişlər. Təbrizdə yaranan komitələrin əsas planı demokratik cəmiyyət yaratmaq, yəni azad cəmiyyət yaratmaq, azadlıq əldə etmək, işsizliyi ləğv etmək idi. Azad hekayəsində əksini tapmışdı. Milli azadlığa nail olmaq, ana dilində oxuyub yazmaq hüququ, Yəni, burada ana dilinə yer verilibmi? Yer verilib. Obrazlar, Fərda. Fərdadan danışaq. Hekayə Fərdanın dilindən verilmişdi. Azadla Fərda uşaqlıq və gənclik dostu idilər. Əvvəllər Azadın vətənin istiqlaliyyəti barədə düşünmədiyini zənn edir Fərda. Əvvəllər Azadın vətənin istiqlaliyyəti barədə düşünmədiyini zənn edir. O dükana gəlir, bax o hissədən deyir. Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək. And içək ki,
Ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz. Eşq olsun qəhrəmanlara, xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər. Ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilər. Yaşasın azadlıq deyən Fərda obrazdır. Fərdanın Zəncana göndərilməsinin səbəbi Tehran mürtəcələrinin orada fəsadlar törətməsi idi. Azad da Zəncana oradakı ağır vəziyyətlə bağlı getmişdi. Gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar fikrindədir. Gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar. İndi isə Azaddan danışaq. Azadın sükuti ləqəbi ilə çağırılmasının səbəbi onun sakit, lal dinməz olması idi. Maddi imkansızlıq özündən məktəbi yarımçıq qoyub dərzi yanında işləyir. Dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi. Dostuna ondan xəbərsiz kömək edir. Boş danışmağı mənasız görən Azad işini əməli ilə sübut edir. Qəlbinin dərinliklərində fırtınalar yatan Azad fədai dəstəsinə başçılıq edir. Azadla Fərda və digər fədailər həyatın mənasını vətənin azadlığında, vətəni üçün çalışmaqda görürlər. Son anda azadlıq naminə silah yerə qoymamağı, anasına xəbər verilməməsini, qəbrinin hündür bir yerdə qazılmasını vəsiyyət edərək vətənin şimalını da, cənubunu da görsün deyir. Deməli, Azad hekayəsindən də bu qədər. Sağ olun, salamat qalın.